Salam əziz abituriyentlər. Bugün 18 yanvar Dahi Akademiyada olan blok sınaqlarımızın izahına baxırıq. Birinci sualımızdan başlayırıq. Aşağıdakı funksiyaların hansı cütdür? Biz demişik ki, cüt funksiyaya baxanda x-in yerinə bir dəfə 1, bir dəfə -1 veririk. Əgər eyni cavab alırıqsa cütdür, amma əks cavablar alırsa təkdir. Birinci A variantına baxsaq, x-in yerinə 1 versək, alırıq ki, 1-in kvadratı 1, 1 üstəgəl 3, 4 edir. -1 verdiğimiz zaman da yine 1 üstəgəl 3, 4 eyni cavab alırıq. Deməli, elə burada cüt funksiyamız A variantıymış. Keçdik növbəti sualımıza, ikinci suala. Hansı ardıcıllıq deyir həndəsə silsilədir? Biz bilirik ki, həndəsə silsilə yəni eyni dəfə artmalıdır. Burada yenə ədədlər verib yoxlayarıq. Birinci n-ə 1 verək. 1 versək 1 plus 7 bərabər 8 olur. 2 versək 4 plus 14. 18 olur. 8-18 arasında heç bir dəfə əlaqəsi yoxdur. Deməli, A variantı deyil. B variantına baxırıq. N-ə 1 verəndə 3, N-ə 2 verəndə 0. Yenə heç bir əlaqə yoxdur. C variantına baxırıq. N-ə 1 verəndə 10, N-ə 2 verəndə 20, bir də N-ə 3 verək. Deməli, 5 vur 8, 40. Baxın, buradan bura 2 dəfə artdı, bundan bura 2 dəfə artdı. Deməli, düzgün cavabımız C variantıymış. Üçüncü sualımıza baxırıq. 2x kvadratı plus 4x plus 7a plus 5 bərabər tənliyi üçün x1 çıx x2 8 olarsa A-nı tapın. Burada birinci nə edirik? Birinci biz bunu çevrilmiş kvadrat tənliyi edirik. Ona görə hər tərəfini 2-yə bölək. 2-yə böldüyümüz zaman burada alırıq x kvadratı üstəgəl 2x üstəgəl 7a üstəgəl 5 bölü 2 bərabərdir 0. İndi buradan v tətbiq edəsək, x1 üstəgəl x2 demişik, mənfi p olmalıdır. Yəni, mənfi 2 olur. Özdə verib ki, x1 minus x2 bərabərdir 8-ə. Buradan tərəf-tərəfə topladığımız zaman x2-lər islah olur. 2x1 bərabərdir 6-ya, x1 bərabərdir 3-ə. x1-i tapdıq. Gətirib yerinə yazsaq buradan x2-miz də olacaq -5. İndi bizdən A-nı soruşur. A-nı tapmaq üçün hasildən tapa bilərik də. x1 vur x2 bərabərdir 7a plus 5 böl 2-dir. 3-ü vursaq, deməli, -5-ə hasillər. Biri 3-dür, biri -5-dir. -15 eləyir. Onda 7a plus 5 bərabərdir. -15-də 2-yə vursaq, -30. Buradan da alırıq ki, 7a bərabərdir -35, A da bərabərdir -5. Düzgün cavabımız C variantı. Dördüncü suala baxırıq. Trigonometridən bağlı bir sualımızdır. Deməli, tənliklərinə aiddir. Burada verib ki, sinus x bərabərdir kosinus x tənliyini həll edin deyir. Bu tipli tənliklərdə biz demişdik ki, hər tərəfi nə edirik? Kosinus x-ə bölürük. Olur sinus x böl kosinus x bərabərdir kosinus x böl kosinus x. Bura bizə verir tangens x bərabərdir. Sinus x kosinus x-ə böldü 1 edir. Tangens x-ində 1 olan halı x bərabərdir. Arctangens 1 üstəgəl pi-k. Tangens də 1-i harda alırdı? Pi böl 4-də. O da olur pi böl 4 plus pi-k. Düzgün cavabımız olur C variantı. Növbəti sualımıza. 5-ci sual. Funksiyanın ən kiçik qiymətini soruşur bizə. Biz bilirik ki, sinus x-in ən kiçik qiyməti -1-dir. Deməli, biz buradakı bu sinusun yerinə bütöv -1 yazırıq. 4 də vururuq -1-ə, o da bizə nə verir? -4.
B variantı. 6-cı suala baxaq. Bərabərsizliyin ən kiçik tam əlini soruşur bizdən. Baxırıq bərabərsizliyimizə, məxrəzin işarəsini təyin edə bilirik. 9-u kökün altına salsaq, kök altında 10, çıx kök altında 81 verir. Baxırıq ki, məxrəzin işarəsi mənfidir. İfadə sıfırdan kiçik olmalı. Sıfırdan kiçik olmasın, onda 3x minus 8 müsbət olmalı ki, müsbəti mənfiyə bölək, burada mənfi versin bizim. Ona görə yazırıq 3x minus 8 böyük olmalıdır sıfırdan. 3x böyük olmalı 8-dən. X də böyük olmalıdır. 8 də 3-ə böləndə 2 tam. 3-də 2-dən. Bizdən nə soruşur ki, əslində bizim həllimiz olur 2 tam. 3-də 2 müsbət sonsuzluq. Bizdən ən kiçik tam əlini soruşur. Burada da ən kiçik tam əlimiz 3 olur. O da Y variantı. 7-ci suala baxırıq. Trigonometriya ilə bağlı bir sualdır yenə. Burada deməli, bu kimi ifadələrdə nə edirdik? Yenə hər tərəfi bölürük kosinus x-ə. Burada yazırıq 3 sinus alfa böl kosinus alfa çıx 5 kosinus alfa böl kosinus alfa. Buradan da 4 sinus alfa böl kosinus alfa. Üstə gəl kosinus alfa böl kosinus alfa. Bu sinus alfa böl kosinus alfa tangens alfadır. 3 tangens alfa. Tangens alfamızın qiyməti 2-dir. Onda 3 vur 2. Bura çıx 5 olur. Kosinus alfalar çox ixtisar gedir. 5. Aşağıda 4 sinus böl kosinus yenə 4 tangens alfa eləyir. Tangens alfanın cavabı 2 olduğu üçün 4 vur 2. Burada kosinuslar gedir 1 olur. Burada da yuxarı bizə verir. Altdan 5 çıxanda 1. Aşağı da 8 üzərində 1 gəlir 9. Düzgün cavabımız 9-da 1. B variantı. Keçdik 8-ci sualımıza. Verilmiş şəkildə ABC paralelogramdır. DK tən böləndir. CY DK-ya perpendikulyardır. YSB 25 dərəcə olarsa alfa neçə dərəcədir? Deməli, burada nə edir? Buranı verib bizə alfa. Alfadırsa paralelogramın qarşı tərəfləri paraleldir. Onda buranın çarpazı bura olduğu üçün burada alfa olur. Və verib ki, DK tən bölən. DK tən böləndirsə bucağı yarı bölür. Bura alfadırsa burada alfa olur. İndi bura baxaq. Bura alfadırsa, onda bura açıq bucaq olduğu üçün bura 180 minus alfa. Sonra paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Qarşı-qarşıya durur. Bu 2 alfadırsa burada olur 2 alfa. Burada məlumdur 90-dırsa burada olur 90. İşte burada YSBK bir dənə 4 bucaqlısı yaranır. 4 bucaqlının daxili bucaqlarının cəmi 360 olmalıdır. Onda buradan yazırıq 90. Aşağıdan yazırıq 90. Üstə gəlir 25. Üstə gəlir 180 çıx. Alfa üstə gəlir 2 alfa. Bərabər 4 bucaqlının daxili bucaqlarının cəmi 360 dərəcə. Buradan alırıq. Bunlar toplayacaq 295. Üstə gəl alfa bərabər 360. Alfanı tapanda 360-dan çıxırıq 295-in. O da bizə verir 65. Da variant. Keçdik 9-cu sualımıza. Şəkildə ABC trapesiyadır. ABC trapesiyadır. AB CD-yə paraleldir. AB 10'dur. Buranı bizə verib AB 10. CB 4. C bucağı 110. CD 6'dır. CD deyir, D bucağını bizdən soruşur. Bunun üçün nə edərik? Deməli buradan. Buradan bir dənə CB-yə paralel bir xətt çəkirik. Belə paralel bir xətt çəkdik. Burada alırıq DC. Bura bir K yazaq. KB paralelogram. Paralelogramsa deməli, biz demişik ki, paralelogramın bir tərəfə bitişik bucaqlarının cəmi 180 olmalıdır. Bura 110'dursa, onda bura nə olur? 70. Bunu yazdıq. Bura 4'dürsə, bura olur 4. Bura 6'dırsa, bura olur 6. Bura ümumi 10 olduğu üçün, bura 6'dırsa, bura nə olur? 4.
Burada bərabər yanlış bucaq alırıq. Paralellikdə 70-in çarpazı da buradır. Onda bu bucaqda olur 70 dərəcə. 70-dirsə, bu iki tərəf də bir-birinə bərabər olduğu üçün, onda bu bucaqlara qalır 55, 55. Cəmi 180 olmalıdır axı. 70, 110, 2 ilə bölündə 55, 55 olur. Bizdən bu x-i soruşurdu. X-in bir tərəfi oldu 55, bir tərəfi də 70. Toplayanda edir 125. O da olur D variantı. Keçdik növbəti 10-cu sualımıza. A parametrin hansı qiymətə tənlər sistemi sonsuz sayda həlli var? Sonsuz sayda həllin qaydasını yadımıza salaq. A1 böl A2 bərabərdir B1 böl B2. O da bərabərdir C1 böl C2 olmalıdır. İndi buradan da yerinə yazaq. A1'imizin yerində A durub. A böl 1,5 bərabərdir. B1'imizin yerində 6 durub. 6 böl A. Bu da bərabər 9 böl 3. Buradan işləmə daha rahat. Çarpaq işləsək 9-a bərabərdir 18. A bərabərdir 2 olur. İndi gətirib yerinə qoyub yoxlayaq görək ödəyirəm. 2 böl 1,5 bərabərdir 6 böl 1,5. 9 böl 3. Görək bir-birinə bərabər olur. Burada 2-ni 1,5'ə böləndə 20-ni 15'ə bölürük. 60'ı 15'ə bölürük. 9'u da 3'ə bölürük. Bunun cavabı 3 eləyir. Amma bunların cavabı 3 eləmir. 60'ı 15'ə böləndə 4, bu da buna böləndə ümidi kəsir verir. Deməli onda A-nın heç bir qiymətində bu sonsuz sayda həlli olmur. Ona görə cavabımız olur Y variantı. 11'ə baxırıq. 11-ci sualda A-nın hansı qiymətində funksiya cütdür deyir. Cüt funksiyamız bilirik ki x kvadratı cütdür. Bir də biz demişdik ki bu ədədlər var A plus 3 olan. Yəni burada yazılan bu hər hansı bir ədəddir də, yəni C-nin yerində yazılıb kvadratik funksiya. O da cütdür. Sadəcə yanında x olan təkdir. Ona görə biz bunu 0 eləməliyik ki, burada cütlə cütün cəmi cüt versin. Onda buradan yazılır ki A kvadratı çıx 4 bərabər olmalıdır 0-a. Buradan da A kvadratı bərabər 4. A da bərabərdir plus minus 2. Yəni mənfi 2 ilə müsbət 2. O da B variantı olur. 12-ci suala baxaq. İfadəni sadələşdirin deyir. Birinci buna baxırıq. Sinus deməli verib bizə 2 pi çıx alfa. Sinus 2 pi-də adını dəyişmir. 2 pi çıx alfa da isə mənfi olur. Çünki 4-cü rübə düşür. 4-cü rübə sinus mənfidir. Ona görə olur mənfi sinus alfa. Vurulsun. Tangens 3 pi böl 2-də adını dəyişir. Olur kotangens alfa. 3 pi böl 2 çıx alfa düşür. Deməli 3-cü rübə. 3-cü rübədə kotangens müsbətdir. Ona görə müsbət olur. Sonra getiririk bura. Burada kosinus alfa çıx betdə var. Əslində pi çıx alfa olmalıdır. Qabağına mənfi versək, belə yazırıq da. Kosinus mənfi mötərizlərsək, pi çıx alfa eləyə bilərik. Kosinus da cüt funksiya olduqca mənfini qarşıya ötürmür. Yəni elə alfa çıx pi, elə pi çıx alfaya bərabərdir. Buradan da kosinus pi çıx alfanın təyin eləsək, kosinus pirdə adını nə edir? Dəyişmir, kosinus alfa olaraq qalır. Sadəcə pi çıx alfa düşür 2-ci rübə, 2-ci rübədə kosinus mənfidir. Mənfi olduğu üçün bu mənfini müsbətləşdirir. Üstə gəl sinus. Sinus amma alfa çıx pi qabağa mənfini ötürür. Yəni bunun yerinə yazırıq mənfi sinus pi çıx alfa. Mənfini də qarşıya verəndə bura müsbət olur. Sinus pi-də adın dəyişmir. 2-ci rübə düşdüyü üçün müsbət olduğu üçün elə belə də qalır. Sinus alfa. İndi buradan sadələşdirək. Mənfi sinus alfa qalır. Kotangensi yazırıq. Kosinus alfa. Açırıq. Böl sinus alfa. Üstə gəl kosinus alfa plus sinus alfa. Buradan sinus alfalar gedir. Sadəcə mənfi kosinus alfa qalır.
Oldu mənfi kosinüs alfa plus kosinüs alfa plus sinüs alfa. Burada kosinüslər də islah olur, sadəcə qalır sinüs alfa. O da olur C variantı. 13-cü sualın izahına baxaq. Paralleqramla bağlı bir sualdır. ABC paralleqramında PABCD bərabərdir 10 olarsa, ABCD'nin sahəsini bizdən sorur. Bunun üçün nə edirik? Birinci paralleqramın baxırıq ki, bucaqla bağlı sahə düsturu yada salırıq. S bərabərdir AB sinüs alfa idi. Buradan təyin eləsək, bizə tərəfin biri var, amma digəri yoxdur. O biri necə tapırıq? Perimetri verir bizə. Perimetrdən biz bunu təyin edə bilərik. Bura yazsaq, məsələn, A, B 2-dir. Onda buradan yazırıq ki, 2 vur 2 plus A bərabərdir 10. Buradan alırıq ki, 2 plus A bərabərdir 5. A olur 3. Deməli, bu tərəf oldu 3. Yəni, bununla bunun da bərabərdir. Düsturdan da yazırıq. S bərabərdir 2 vur 3 vur sinüs 30. Sinüs 30'da nə alır? 2'də 1. 6 vur 2'də 1. O da olur 3. Evet. 14-cü sualımıza keçdik. Çoxədilini vuruqlara ayırın. Buradan vuruqlara necə ayırırıq? 5x, y parçalamaq şəkli ilə. Bunu yazırıq 5x, y. X kvadratı çıx x, y çıx 4x, y üstəgəl 4y-in kvadratı. Buradan x-i mötərizənin qarşısına çıxarsaq x çıx y. Buradan da mənfi 4y çıxarsaq x çıx y olur. Bu ikisindən də x çıx y çıxarıq. Burada da olur x çıx 4y. X çıx y, x çıx 4y. B variantı. 15-ci suala baxaq. 15-ci sual kəsrlə bağlı hesablamadır, rahat sualdır. Burada 0,8 dövrdə 3'ü keçməliyik. Bu olur 90'da. 83'dən də çıxırıq 8'in 75. Üstəgəl 2 tam. Bu olur 90'da. 16'dan da 1 çıxırıq 15. Bu da bizə verir. Deməli 2 tam 90'da 9. Yəni 2 plus 1 o da eləyir 3. A variantı. 16-cı suala baxırıq. Bizə deyir ki, 16-cı sualda modulu böyük olan ədəd aşağıdakı hansıdır? Modulu dediyi üçün bunları hamısı modulda yazmalıyıq. Birinci modulda yazsınız. Modulda müsbət çıxır. 90,4. Elə bu 7,6. Bu 4,3'də 2. Bu 6,5'də 1. Variantında da verib mənfi 40. O da olur müsbət 40. Burada deməli ən böyüyü olur 90,4. 17-ci suala baxırıq. 11 çıx 4 köçəkdə 7 üzrə köçəkdə 7'ni verib bizə. Burada nə edirik? Deməli, bunun rahat yolu var idi ki, bunu parçalamaqla nəyinsə bağlı kvadratda olduğunu seçirdik. Bunu bu cür parçalayırıq. 2, 2 kök altında 7. Bu ikini silirik. Çünki bu müxtəsərin 2 abəsidir. Yerdə qalır kök altında 7 çıx 2. Bunu baxın, kök altında 7 çıx 2'ni bağlı kvadratını tapsaq, gəlin yoxlayıq. 7 çıx 4 kökdə 7 üstəgəl 4. Bu da bizə nə verir? 11 çıx 4 kökdə. Bax, gördünüz? Bunun bağlı kvadratı oldu. İndi buradan da bunun yerinə modulda çıxır. Sadəcə modulda kök altında 7 çıx 2. Çünki cüt dərəcə onda həmişə modulda çıxmalıdır. Üstəgəl kök altında 7. Burada modulun işarəsi müsbət olduğu üçün olduğu kimi çıxır. Kök altı. Çünki bunu 2'nin kökə salsaq 4 edir. 7'dən 4 çıxanda müsbət olur. Kök altından 7 çıx 2. Üstəgəl kök altında 7. Buradan da kök altında 7 ilə kök 7 toplanır. Olur 2 kök altında 7 çıx 2. O da olur D variantı. 18-ci suala baxaq. 18-ci sualda deməli bunu verib bizdən bu ifadəni soruşur. Birinci burada nə edərik? Birinci onu çevrilmiş kvadrat təyin edərik. Hər tərəfi 3'ə bölərik. Onda olacaq x kvadratı çıx 3'də 1 2 çıx 3'də 2 bərabər 0. Sonra buranı ortaq məxrəcə gətiririk.
Buradan V-ti yazsaq x1 plus x2 müsbət 3-də 1 olur. x1 vur x2 mənfi 3-də 2 olur. İndi bunu ortaq məxrəcə gətirsək x1 vur x2 burada da olur. 2x2 üstəgəl 2x1 olur. 2 ilə mərkəzənin qarşısına çıxarsaq burada olur x2 üstəgəl x1. Bərabərliyi yerinə yazırıq. Vurmanın yerinə yazırıq mənfi 3-də 2. Burada da 2 vur x2 plus x1'in yerinə 3-də 1 yazırıq. Burada olur mənfi 3-də 2 vur tərsi olur. Mənfinin qabağa verək. 3-də 2 vur. 2-də 3. 3'lər ixtisar gedir. 2'lər ixtisar gedir. Sadəcə qalır mənfi 1. Y variantı. Keçdik 19-cu suala. Sonsuz açılan həndəs silsilənin cəmi 20-dir. B1 4 olarsa silsilə vurğunu tapın. Burada düsturdan istifadə edirik. Sonsuz açılan həndəs silsilənin düsturunu yadımıza salaq. Sn bərabər idi. B1 böl 1 minus 2. İndi buradan Sn 20'dir. B1'miz 4'dür. 1 minus 2. Buradan yazırıq ki 1 minus 2 bərabərdir. 4'də 20'də 4, yəni bu da edir 5'də 1. 2 də bərabərdir. 1-dən çıxırıq 5'də 1'in. 2 bərabərdir 5'də 4. O da bizə verir 0,8. O da olur D variantı. 20-ci suala baxaq. Funksiyanın tərsini tapın deyir bizdən. Biz demişdik ki, funksiyanın tərsini tapanda qaydamız x-in y-in yerini dəyişirik. Yəni x bərabərdir 3y plus 4. Sonra buradan y-i tapırıq. Birinci yazırıq, təyin etməlidir. 3y bərabərdir 2 sıx 4. Y də bərabərdir 2 sıx 4 böl 3. Bunu da ayırdığımız zaman 3'də 1 2 sıx 3'də 4. O da olur C variantı. 21-ci suala baxaq. Diğer şəkildə f(x) funksiyasının qrafiki verilmişdir. Aşağıdakı hansı x-ə bərabərdir? f(x)ə bərabərdir. O zaman buradan nə edirik? Bizim baxırıq ki, parabol olduğu üçün, deməli funksiyamızın qrafiki y bərabərdir ax kvadratı plus bx plus z. Və buradan koordinatlarımızı təyin edirik. Koordinatımız olur. X-i kəsən yerdə y 0'dır. Y kəsən yerdə x 0'dır. Yəni burada olur. Koordinatlarımız mənfi 3 0 və 1 0. Bir də y kəsən yerdə x 0 olur. 0 və 0 9. İndi burada bir yazırıq yerinə. Birinci mənfi 3 qoysaq yerinə burada. Yazırıq x-in yerinə qoyuruq. 9a çıx 3b burada həmən avtomatik bura C yazmalıyam. Sin x 3 yazmış. Ax kvadrat plus bx plus c. Deməli 9a çıx 3b plus c bərabərdir 0-a. İkincinin yerinə qoysaq deməli 1 qoyuruq. Burada yerinə x-in yerinə 1 qoyuruq. Olur a üstəgəl b üstəgəl c bərabər 0. İndi x-in yerinə 0 qoyanda bura 0, bura 0, c-imiz olur 9. C-imiz tapdı. İndi buradan yazırıq, tənlər sistemi qururuq. 9a çıx 3b bərabərdir. C-imiz oldu, burada mənfi 9'dur. İşarəsini yazmamışıq. C-imiz mənfi 9. Onda 9a çıx 3b bərabər o tərəfə keçirəndə 9. C yazdıq yerinə. Buradan da a plus b yenə bu tərəfə keçirəndə oldu 9. Yine burada neydi? Aşağını vuruqca 9a çıx 3b bərabər 9. 3a üstəgəl 3b bərabər 27. Tərəf-tərəfə topladıqda 3a islah olur. 9a ilə 3a topluruq 12a bərabər 36. Ayımızı tapırıq buradan 3. Gətirib burada a yerinə qoysaq 27. B-imiz də tapacağıq 6. İndi bizdən funksiyanın özünü soruşur. Funksiyanın özünü düzəltmək üçün yazırıq yerinə. A yerinə 3 yazırıq.
Y bərabərdir 3x-in kvadratı. B-nin yerinə yazırıq 6. 6x. C-imizdə ki, -9. Bu da olur A variantı. Düzgün cavabımız oldu A variantı. Bir baxırıq 22-ci suala. 22-ci sualda yeni funksiya ilə bağlı sualdır. Burada verib ki, A -1, 4 nöqtəsi y bərabərdir x-ə k funksiyasının üzərindəsi k tapın. Deməli, burada nə edir? Bu x-in qiymətidir, bu da y-in qiymətidir. X-in yerinə yazacağıq -1, y-in yerinə yazacağıq 4. 4 bərabərdir k böl -1. K-ımız da buradan bərabərdir -4. Bu da olur Y variantı. 23-cü suala baxırıq. Burada f3x-1-dir. Bizdən f8-i soruşur. f8 olması üçün birinci 3x-1-i 8-ə bərabər edirik. 3x bərabər 9, x bərabər 3. Deməli, biz burada x-i yeni 3 qoyanda f8-i tapırıq. Onda olur f8 bərabər x-i yeni 3 qoyuruq. 3-ün kvadratı çıx 4 vur 3 plus 5. Buradan da f8 bərabər 9 çıx 12 üstəgəl 5. Buradan f8 bərabərdir 2. Cavabımız oldu 2. Keçdik 24-cü suala. Şəklimiz var burada. Deyir ki, ABC'de düzbucaqlı trapesiyasında AB 4'dür. Bunlar verilib. A'yı 2'dir yazılıb üzərində. Y'də 5'dir. D'si 6 olarsa YBC üçbucağın sayısını soruşur. YBC üçbucağın sayısını tapmaq üçün birinci bu trapesiyanın sayısını tapmalıyıq. Sonra bu üçbucaqlar var. Bundan bu. Bu düzbucaqlı üçbucaqların sayısını çıxmalıyıq ki, bura qalsın. Birinci gəlin trapesiyanın sayısını tapaq. Trapesiyanın sayısı düsturur. Oturacaqlar cəmini bölüb 2'yə vururuq hündürlüyə. Hər şeyimiz var. 4 üstəgəl 6 böl 2 vur hündürlüyümüz də buradan bura qədər də 7'dir. Vur 7. Burada nə alırıq? 5. 5 ilə 7 vurun 30. Trapesiyanın sayısı oldu 35. İndi bu düzbucaqlı üçbucağın sayısını tapaq. Buna yazaq SA. Yazaq S, A, B, C, D. İndi üçbucağı tapsaq S, A, Y, B. Bu üçbucağın sayısını tapırıq. Bu zaman demişik düzbucaqlı üçbucağın sahə düsturu kaditlərinin yarısıdır. 2 vur 4. Kaditlərimiz 2 ilə 4'dür. Böl 2. Bu da bizə verdi 4. Bir də tapmalıyıq S, Y, D, S, D, Y, S. Yenə kaditlərinin yarısıdır. 6 vur 5 böl 2. O da bizə verdi 15. Aha, indi trapesiyanın sayəsini 35'dən çıxırıq. 4 ilə 15'in cəmini. Yəni 19. Burada qalır 16. Deməli, ştriklənmiş sahə, yəni SYBC-nin sahəsi olur 16. Keçdik 25-ci suala. 25-ci sualda deyir ki, ABC'də bərabər yanlı trapesiyadır. AS SD'yə perpendikülər olarsa, SAD'nin bizdən tangencini soruşur. Yəni, bu bucağın alfa yazıq tangencini soruşur. Bu zaman burada nə edirik? Deməli, bu bərabər yanlı trapesiyanın burada hündürlüyünü çəkirik aşağıya. Bu düz bucaq təpəsindən çəkilmiş hündürlükdür. H yazır. Və burada buranı verib bizə 7, buranı verib 25. Buradan biz nəyi təyin edirik? H kvadratu bərabər m-dən yazmalıyıq. Sadəcə oranı bilmək üçün biz buranı təyin etməliyik. Buranı necə təyin edirik? Biz demişdik ki, buranı tapanda, yəni 2-dən hündürlük yendirsək, digərinin yendirimi ilə qarşılıq olmasıdır. Buranı tapanda bilirik ki, böyükdən çıxırıq. Böyük oturacaqdan çıxırıq, kiçik oturacağı bölürük 2'yə. Yəni 25'dən çıxıb 7-ni bölsə 2'yə, buranı tapmış olarıq. 25'dən çıxırıq 7-ni, bölürük 18, 2'yə bölürük 9. Deməli, bura oldu 9. Buradan eyni qayda yendirsək, burada 9 olacaq. İndi bura 9 olduğu üçün bura qaldı 16. Buradan bura qədər. Bura bir dənə SH yazaq. SH-ımız olacaq 16. İndi buradan H kvadratı bərabərdir m-lə təyin edə bilərik. H kvadratı bərabərdir 16 vur 9. Buradan da H bərabər kök alsaq 4 vur 3. O da eləyəcək 12. Deməli H-ımızı tapdıq. Bura nə oldu? 12. Burada düz bucaqdır. Bizə demişdik ki, tangensi tapanda nə edirik? Tangensi tapanda qarşıdakı kateti bitişik katda bölürük.
Buradan da düzbucaqlı uzaqdan bu alfanı tapsaq, tangens alfa bərabərdir. Qarşısındakı katet 12'dir. Bitki katet 16'dır. Bunları da ixtisar eləsək 4'ə. Qalır 4'də 3. Bu da eləyir 0,75. 26-cı suala baxırıq. Bir zəbitəbədən çəkilmiş hündürləri 6 və 9 olan paralleloqramın perimetri 40 olarsa, böyük tərəfini soruşur bizdə. Bizdə paralleloqramında belə bir düsturumuz var sahə ilə bağlı. A vur H-a bərabər B vur HB. Bu ikisi də eyni paralleloqramın sahəsi olduğu üçün bir-birlərinə bərabər olur. Deməli, hündürlərin biri 6-dırsa, onda 6 vur A bərabərdir 9 vur B. 6 ilə 9'u ixtisar eləyək. 2A bərabərdir 3B. A olur 3K, B olur 2K. İndi perimetri bizə verib 40'dır. Perimetr düsturumuz 2 vur A plus B'dir. Buradan yazırıq ki, A plus B 20 olur da buradan. 42'ye bölsək. A yerinə yazırıq 3K, B yerinə yazırıq 2K. Bərabərdir 20. 5K 20. K'imiz nə olur? 4. Onda A'imiz olur 12. B'imiz olur 8. Bizdən böyük tərəfi soruşduğu üçün cavabımız olur 12. 27-ci suala baxırıq. Uyğunluğu həll edin deyir. Deməli, birinci verib ki, sinüs x bərabərdir 2'də 1, kosinüs x bərabərdir mənfi 2'də 1, tangens x bərabərdir 3. Bunları həll eləsək, sinüs x bərabərdir 2'də 1. X bərabərdir, sinüsün təyinlə mənfi 1 üstü k. 2'də 1'i harada alır? Pi bölü 6'da. Plus pi k. İndi buradan. Bu birincinin həlli. İkincinin həlli kosinüs x bərabərdir mənfi 2'də 1. Kosinüsün mənfi şəklində pi çıxaran işlədir. X bərabərdir plus minus pi minus deməli 2'də 1'i kosinüs harada alır? Alır 60'da. Yəni pi böl 3'də. Pi böl 3 plus 2 pi k düsturumuz. Bu da olur x bərabərdir plus minus pi'dən çıxanda 2 pi böl 3 plus 2 pi k. Üçüncünü də yazsaq, arctangens ilə yazırıq 3, çünki bu qiyməti yoxdur. Plus pi k. İndi uyğunluqlarımıza baxaq. Deyir ki, ən kiçik müsbət həlli 2 pi bölə 3'dür. Baxaq görək hansına uyğun gəlir. Ən kiçik müsbət həlli. Burada baxsaq 2 pi bölə 100, yəni burada k'ya biz 0 versək, müsbət halını götürsək, burada k'ya 0 verəndə ən kiçik həlli 2 pi bölə 3 olacaq. Ona görə bu uyğun gəlir ikinciyə. 2 olur A. Sonra B variantına baxırıq. Həlli yoxdur. Həlli yoxdur, heç birində yoxdur, uyğun gəlmir. C variantına baxırıq. Ən kiçik müsbət həlli pi bölə 6'dır. Burada da biz k'ya 0 versək, alırıq pi bölə 6. Deməli, bu da buna uyğun gəlir. Olur C. Sonra D-yə baxırıq. Ən kiçik müsbət tam həlli arctangens 3'dür. Bu da buna aiddir. K'ya yenə 0 versək, arctangens 3 qalır. Ona görə 3'ə də olur D. E-yə baxırıq. Ən böyük mənfi tam həlli mənfi 2 bölə 2'dir. O da bura aiddir ki, biz bunu 2 cür yaza bilirik. Həm müsbətinə, həm mənfisilə. Mənfisilə yazanda yenə k'ya 0 verəndə mənfi 50 olur. Deməli, ən böyük mənfi 50 olur. 2 pi böl 3. Ona görə bu Y də bura uyğun gəlir. 1'ə C, 2A'ya, 3'ə də olur D. Keçdi 28-ci sual. 28-də yazıb ki, son səndə silsilənin cüt yerdə duran hədlərinin cəmi 48, silsilə vurğu 4'də 3 olarsa, silsilənin ilk 2 həddinin cəmini tapın deyir bizdə. Son səndə silsilənin cüt yerdə duranların dediyindən belə yazırıq. B2, B4, B6 və s. Bərabərdir 48. Buradan açsaq, bu olur B1 kü, üstə gəl B1 künün kubu, üstə gəl B1 kü üstü 5 və s. bərabərdir 48. Buradan biz nə edirik? Buradan biz küyü çıxarıq mötərizənin qarşısına. Qalır B1, üstə gəl B1 künün
deməli kvadratı üstəgəl B1 üçünün kubu və s. bərabərdir 48. 2 vuraq, bura olur B1, B1 üçünün kvadratı B3, burada olur B5. Yəni bu içəridə yazılanlar tək ədədlərin cəmi olur. Yenə 4-də 3 yazsaq, onun tək ədədlərin cəmi bərabərdir. 48-i bölməliyik 4-də 3-ə. Sayıda yəni davam edir. 48 vur 3-də 4. Bununla da bu getdi. O da nədir? 64. Aha, deməli, tək yerdə duranların cəmi oldu 4, cüt yerdə duranların cəmi oldu 48. Ümumi cəm bizə verəcək. Son qalan həndəsləsən cəmini. 64 ilə 48 topladıqda eləyir 112. Yeni düsturumuzu yazaq. SN bərabərdir. Ümumi cəm B1 bölək 1 minus 2-dür. İndi buradan yazsaq yerinə SN-imizi nə tapmışıq? 112 bərabərdir. B1-imizi bilmirik, taparıq. 1-dən çıxanda 4-də 3, 2-imiz 4-də 3-dür. Bu da bizə verir 4-də 1. Buradan da B1-imiz bərabərdir. 112-ni də buranı 4-də 1-ə. İxtisar edir 112 4-də bölünür, 28 edir. Deməli, birinci həddimiz oldu 28. Bizdən ilk iki həddin cəmini soruşur. B2-ni də tapsaq, B1 vur 2-də axı. Onda 28-i bir dəfədə vururuq 4-də 3-ə, 2-imiz 4-də 3-dür. O da edir 21. B1 üstəgəl B2-ni soruşduğu üçün 21 ilə də 28-i toplayırıq. O da olur 49. Keçdik 29-cu sualımıza. Radiusu deməli, L bərabərdir 6. Mərkəzi bucağı 60 dərəcə olan çevrənin rəngli hissəsinin sahəsini soruşur biz. Biz baxırıq buna. Burada rəngli hissənin sahəsini necə tapırıq? Birinci biz bu sektorun sahəsini tapmalıyıq. Sektorun sahəsindən biz üçbucağın, yəni bu sektorun sahəsini tapsaq, sektorun sahəsinin üçbucağın sahəsini çıxsaq, qalacaq yerdə bu ştrixləmişizdir. Bura OB radiusu 6-dır. Deməli, OA da radiusudur. Bura da 6 olur. Deməli, bu oldu bərabər yanlı 3 bucaq. Onda buradan da 60-dırsa oturacağa bitişik bucaqları bərabərdir. 60-60. Deməli, bu oldu bərabər tərəfli 3 bucaq. İndi biz sektorun sahəsini yazaq. S sektor bərabərdir. Sektorun sahə düsturu pi L kvadratı vur 360 böl alfa. S sektor bərabərdir. Pi R kvadratı vur alfa, bilirsiniz də bucaq, böl 360. Buradan da yazırıq, R'imiz 6'dır. Pi vur, burada 6'dır, 60-60'dır. Pi vur, R'imizin kvadratı 36, vur alfamız 60, böl 360. Bununla bu gedir, burada qalır, o da olur 6 pi. Deməli, sektorun sahəsi ilə də 6 pi. İndi üç bucağın sahəsi var. Bərabər tərəfli üç bucağın sahə düsturunu yazsaq, S, A, O, B bərabərdir A kvadratı, kök altında 3 böl 4'dür. Bu da olur 6'nın kvadratı, kök altında 3 böl 4. Tərəfimiz çünki 6'dır. 36 kök altında 3 böl 9 kök altında 3 edir. Aha. İndi ştrixləmiş hissəni tapanda, yəni segmentdir orada. S segment bərabərdir S sektor çıx S üçbucaq A, O, B. Onda 6 pi çıx 9 kök altında 3 və ya buradan 3'ü də mötərizənin qarşısına çıxarsaq 2 pi çıx 3 kök altında 3. Cavabımız olur bu. Keçdi növbəti sual, 30-cu sualımız ispat sualıdır. Mərkəzi olan çevrəyə S toxlanı çəkilmişdir. AB bərabərdir AC-dir. İspat edilir çevrənin radiusu DC parçasına bərabərdir. Buradan deməli nə edirik? Verib ki AB AC bərabər. Bunu qoyduq. Onda bu bucaqlar bir-birinə bərabərdir. Alfa, alfa. Bunu yazdıq. Deməli, burada nə edirik? Burada bunların bərabər olduğunu yazmışdıq. Bura alfa,
alfa. Buradan yine radius çəkirik. A radiusunu birləşdiririk. Burada bir A-nı birləşdirdik. Tam birləşmir. Buradan çək. Ben benim biraz sürüşürdü. Aha. A-nı birləşdirdik. Bir radius. Bura oldu R radius. Bunlar birbirine bərabər idi. Alfa alfa. Burada bir radiusdur. Bunu da qeyd elədik. R-dir. Burada radiusdur. Burada R-dir. Biz demişdik ki, radius toxumuna perpendikulyar. Onda burada nə alırıq? 90 dərəcə. Bura alfadırsa, bu daxilə çəkilmiş bucaqdaq. Onda bu mərkəzi bucaq nə olur? 2 alfa. Burada AOS düz bucaqlı üçbucaq oldu. Düz bucaqlı üçbucağın, çünki radius toxumuna perpendikulyardır. Düz bucaqlı üçbucağın daxili bucaqlarının cəmi olmalıdır 90. İndi bura 90 verilibsə, daha doğrusu 180. 90 verilibsə, qalan iki bucağın cəmi olmalıdır 90. Onda 2 alfa üstəgəl alfa bərabər 90. 3 alfa 90. Alfamız olur 30. Alfanı tapdıq 30. Alfa 30. Onda bura oldu 30, 60, 90. Biz demiş 30 dərəcə bucaq qarşı çıxarır hipotenuzun yarısı. Yəni bura R-dirsə, onda bizim hipotenuzumuz O isə olmalıdır 2R. 2R-dirsə, bura R-dirsə, onda DS-yə nə qalır? R. Bizə demişdi ki, ispat edin ki, DS radius DS parçasına bərabərdir. Buradan ispat olundu. DS nəyə bərabər oldu? R. Bugünkü izahlarımız bu qədər. Sağ olun, uğurlar hər birinizə.